Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Fransa 17-ci əsrdən 20-ci əsrə qədər olan dövr haqqında danışacağıq. Burada ilk növbədə qeyd etmişik ki, Fransada maarifçilik nə idi? Dedik artıq intibah dövrü idi, reformasiya hərəkatı idi. Bunlar gətirdi, insanların fikirlərini, yeni düşüncə formalarını formalaşdırmağa başladı. Məsələn, intibah dövründə deyir insan düşüncəsi sərbəst inkişaf eləməyə başlayır. Eyni zamanda reformasiya nəticəsində insan düşüncəsi dini çərçivədən kənara çıxdı. Məsələn, biz İngiltərədə də danışmışdıq da maarifçilikdən. Dedik, İngiltərədə maarifçilik inqilabdan sonra formalaşır, lakin Fransada maarifçilik inqilabdan əvvəl formalaşır. Nə idi maarifçilərin ideyası? Əsasən mütləqiyyət qaydalarına qarşı etirazı idi. Həmin maarifçilik. Məsələn, həmin dövrdə görkəmli nümayəndələri vardı Fransa maarifçiliyinin. Məsələn, Montesquieu idi, Voltaire idi, Jean-Jacques Rousseau idi. Bunların ayrı-ayrılıqda hər bir haqqında məlumat verək. Məsələn, Montesquieu nə deyirdi? Mütləqiyyətə qarşı idi, məhdud monarxiya istəyirdi. Məsələn, İngiltərədə olduğu kimi. Deyirdi ki, hakimiyyətin bölünməsi prinsipi olsun. Qanunverici, icra edici və məhkəmə sistemləri mövcud olsun. Məsələn, Voltaire var ki, Voltaire deyir ki, vicdan və fikir azadlıqlarının tərəfdarı idi. Kilsəyə qarşı, eyni zamanda mövcud quruluşa qarşı mübarizə aparırdı. Deyir ki, mütləqiyyət tamamilə ləğv olunsun. Məsələn, Rousseau var idi, Jean-Jacques Rousseau. Deyir, əsasən əhalinin aşağı təbəqəsinin mənafeyini uyğun hərəkət eləyirdi. Monarxiyanın tamamilə ləğv olunmasını və yerində respublika quruluşunun yaranmasını istəyirdi. Bəli, artıq deyirik ki, 17-ci əsrdə nə idi? Mütləqiyyət möhkəmlənmişdi. Uzun müddət idi ki, baş ştatlar çağırılmırdı. Hətta kardinal Richelieu var idi. Onun siyasəti nəticəsində deyir ki, Avropada ən güclü dövlətə çevrilmişdi Fransa. Eyni zamanda mütləqiyyət də möhkəmlənmişdi. Bura qeyd eləmişik ki, 14-cü Lidovik. Bəli, 14-cü Lidovikin dövründə deyir artıq mütləqiyyət ən yüksək zirvəsinə qalxır. Çünki nə idi? Onun dövründə bütün hakimiyyət onun əlində idi. Məsələn, ölkədə vəziyyəti pisləşdirən məsələlər nələr idi? Daxili gömrük haqqının mövcud olması. Yəni, şəhərlər bir-birlərinə ticarət əlaqəsi saxlamaqdan ötürü daxili gömrük rüsumu ödəyirdilər. Bundan başqa iltizam sistemi var idi. Məsələn, bir nəfər aparıb pul ödəyirdi şaha, krala deyirdi ki, gedib vergiləri mən yığacam. Vergilər də gedib artıq yığırdı əhalidən. Eyni zamanda, məsələn, məhkəmələr düzü çox idi, amma məhkəmələrdə də vəziyyət pis idi. Çünki irsilik prinsipi əsasındaydı. Məhkəmə hakimliyi atadan oğura keçirdi. Eyni zamanda rüşvətxorluq halları baş alıb gedirdi. Yəni, ölkədə vəziyyət qarışıq idi. Əhalinin vəziyyəti yaxşı deyil idi. Yaxşı, bura qeyd eləmişik ki, 7 illik müharibə 1756-1763-cü illərdə olmuşdu. Nə idi 7 illik müharibə? Bax, Fransa ilə İngiltərənin müstəmləkə uğrunda olan həmin müharibəsi idi. Düzdür, həmin döyüşdə Fransa deyirik, həm dənizdə, həm quruda məğlub oldu. Şimali Amerikadakı, Hindistandakı müstəmləkələrini itirdi. Məsələn, Şimali Amerikada Kanadadır, Hindistanda Benqaliyadır. Bunları itirir. Yəni, okeanlarda üstünlük Fransadan keçdi İngiltərənin əlinə və müstəmləkə siyasətində Fransa böyük zərbə alır. 7 illik müharibənin əvəzini nə cür çıxır İngiltərədən? Biz dedik axı, Şimali Amerikada İngilis koloniyaları İngiltərəyə qarşı mübarizə aparırdı 1775-1783-cü illərdə. Həmin vaxtda əvvəlcə gizli yolla pul silah yardım eləyirdi. Sonra da ABŞ ilə müttəfiqlik müqaviləsi bağlayır və ondan sonra açıq-aşkar düz mübarizənin sonuna qədər ona kömək eləyir. Hətta İngiltərə ilə deyirik, arası pis olan İspaniya idi, Hollandiya idi. Onlar da gəlib Fransa ilə yaxınlaşırlar. Lakin bax, bu onlara kömək eləməsi mütləqiyyətin xeyrini olmur. Çünki döyüşməyə gedən əskərlər baxırlar ki, orada hakimiyyətin bölünməsi prinsipi var. Orada hər şey yaxşıdır, amma bizdə hər şey hökmdarın əlindədir. Və oradan gedən, buradan ora döyüşməyə gedənlər həmin o ABŞ-də olan istiqlal bəyannaməsini götürüb qayıtdılar ölkəyə ki, niyə bizdə də belə olmasın? Onlarda hər şey bölünüb, bizdən bu hər şey bir nəfərin əlindədir. Və bu artıq mütləqiyyət üçün pis oldu. Əhalinin sosial təbəqəsindən danışıq. 3 təbəqə var idi. Məsələn, birinci təbəqədə ruhanilər idi, ikinci təbəqədə zadəganlardır, üçüncü təbəqədə də vergi verənlər. Məsələn, burjuaziyadır, sənətkarlardır, tacirlərdir, kəndlilərdir, muzdurlardır. Bax, o ilk 2 təbəqə var, ruhanilər və zadəganlar. Ümumi əhalinin az hissəsini təşkil edirdi. Məsələn, cəmisi 30%-ni təşkil edirdi. Amma vergi
toxunulmazlığı hüququna malik idi. Yüksək vəzifələrə onlar seçilirdi. Torpaqların böyük hissəsi onların əlində idi. Bəs yaxşı, bu üçüncü təbəqədə vəziyyət nə cür idi? Deyirik ki, bunlar əsasən nə idi? Vergi verən təbəqə idi. Məsələn, burjuaziyalar iri yaşayış məskənlərində yaşayırdı, vergi verirdi, lakin siyasi və sosial hüquqları yox idi. Və yaxud da kəndlilər əhalinin əksər hissəsini əhatə edirdi. Yəni, bütün vergiləri, mükəlləfiyyətlərin ağırlıqları bunların üzərində idi. Vəziyyətləri pis idi. Nə vəzifəyə seçilə bilmirlər, nə də ki, vergi ödəyirlər, mükəlləfiyyət yerinə yetirirlər. Burada qeyd eləmişik ki, baş ştatlar ilk dəfə birlikdə 1302-ci ildə çağırıldı baş ştatlar. 3 dənə təbəqənin iştirakı ilə keçirilirdi. Yəni, ruhanilər, zadəganlar və 3-cü təbəqə. Nə üçün çağırırdı kral bunlar? Əsasən vergi təyin etmək istəyəndə. Digər vaxtlar bunlara lazım deyil idi. Deyirdi artıq 1789-cu ildə 16-cı Ludovik neyinir? Görür ölkədə maliyyə böhranı var, vəziyyət pisdir. Ona görə də məcbur qalır baş ştatları çağırır. Niyə çağırdı baş ştatları? Vergiləri artırmaqdan ötürü. Və həmin vaxtda artıq təbəqələr arasında problem yaranır. Niyə? Çünki vergilərin artmasının, azalmasının yuxarı təbəqə üçün heç bir aidiyyatı yoxdur. Ruhanilər və zadəganlar vergi toxunulmazlığı hüququna malikdir. Vergilər nə qədər azsa düşəcək 3-cü təbəqənin üstünə. Və orada da səs vermə təbəqələr arasındaydı. Məsələn, bir mövzu qoyuldu, birinci, ikinci təbəqə deyirdi olsun, üçüncü təbəqə deyirdi olmasın, o məsələ olurdu səs çoxluğu ilə. Amma artıq üçüncü təbəqə nə deyir? Deyir ki, eləcə hər kəs ayrı-ayrılıqda səs versin. Çünki əhalinin 70% 3-cü təbəqədir, 30% də birinci və ikinci təbəqədir. Bu da gətirir narahatçılığa səbəb olur. Problemi həll etməkdən ötürü 3-cü təbəqə deyir ki, bilirsiniz nə var? Ruhanilər də, zadəganlar da vergi ödəsin, hər şey düzələcək. Və eyni zamanda konstitusiya qəbul olunsun. Lakin bu vəziyyət xoşa gələn vəziyyət deyildi. Artıq mütləqiyyətin məğlubiyyəti deməkdir. Ona görə razı olmurlar. 3-cü təbəqə özünü Milli Məclis adlandırır və deyir ki, biz konstitusiya layihəsi hazırlayacağıq. Yəni konstitusiya qəbul eləyəcəyik. Bu birbaşa monarxiya rejiminə qarşı nə idi? İnqilab idi. Və bununla da deyirik ki, 1789-cu ildə Fransada inqilab başladı. Qeyd eləmişik bura 1789-cu il Bastiliya qalası. Bəli, mütləqiyyətin simvoluydu. Həm silah anbarı idi, həm də həbsxana idi. 1789-cu ildə Bastiliya qalasını ələ keçirirlər. Və bununla da deyirik ki, inqilab daha geniş ərazilərə yayıldı və Fransanın inqilab və kəndli üsyanları bürüdü. Yazmışıq ki, Milli Məclisin tədbirləri, yəni 1789-cu ildə Fransada Milli Məclisin keçirdiyi tədbirlər nə idi? Deyirlər ki, feodal sistemi ləğv olunmalıdır. Ruhanilər də, zadəganlar da, bunlar da bizim kimi vergi ödəməlidir. Və eyni zamanda necə ki, biz də vergi ödəyir, onlar da vergi ödəyir, onun kimi də biz də istədiyimiz vəzifələrə seçilə bilərik. Hətta insan və vətəndaş hüquqları haqqında bəyannamə qəbul olundu. Hakimiyyətin mənbəyi nə oldu? Xalq. Xalqın suverenliyi prinsipi təsdiq olundu və eyni zamanda qanunsuz həbslər qadağan olundu. Bundan başqa deyirlər ki, bütün vətəndaşlar azaddır, bərabər hüquqludur, söz, mətbuat azadlığı verildi. Bu kimi proseslər öz yerində və 1791-ci ildə ilk konstitusiya qəbul olunur Fransada. Nə idi konstitusiyada, nədən söhbət gedirdi? Deyir ki, suverenlik hüququ xalqdadır. Bundan başqa hakimiyyətin bölünməsi prinsipi qəbul olunur. Deyir ki, kral olsun, icra eləsin işləri. Amma səlahiyyətləri məhdudlaşdırılsın və bundan başqa Fransa işğalçılıq müharibələrindən kənarda qalmalıdır. Və bununla da deyirik, nə baş verdi? Monarxiya son qoyulur və Fransada 1791-ci ildə konstitusiyalı monarxiya dövrü başlayır. Amma çox getmir məsələ, çünki Avropa ölkələri baxır ki, burada vəziyyət pisdir, xalq ayılıb, gəlib bizim də xalqımıza çatacaq, həmin o monarxlar da. Ona görə istəmirdilər, deyirlər, gedək ora hərbi müdaxilə eləyək. Bəli. Düzdür, hərbi müdaxilələrin qarşısı alınır. 1792-ci ildə kral həbs olunur. Və eyni zamanda 1793-cü ildə kral nədir? Vətənə xəyanətli ittiham olunaraq edam olunur. Amma 1792-ci ildə ilk respublika dövrü başlayır Fransada. Çünki nə idi? Respublikaçılar kralı həbs eləmişdi də. Yəni o konstitusiyalı monarxiya dövrü çevrildi olduğu nə? Respublika quruluşu. Yazmışıq Yakobin diktaturası dövrü. Bəli, düzdür ki, artıq vəziyyət pisdir ölkə daxilində, çaxnaşma var. Avropa ölkələri, məsələn İngiltərədir, nə bilim, İspaniyadır, Hollandiyadır, onlar Fransaya qarşı mübarizə aparırdılar ki, burada gəlib həmin monarxiyanı təzədən bərpa eləsinlər.
Həmin qarışıq vaxtı Yakobinçilər var idi ki, biz Yakobinçilər dedikdə nədir? Müqəddəs Yakov kilsəsində yığılmış inqilab tərəfdarlarıdır. Yakobinçilər 1793-cü ildə hakimiyyəti ələ alırlar və biz 1793-1794-cü illəri Yakobin diktaturası dövrü adlandırırıq. Onlar hakimiyyət dövrü nə idi? Sərt cəza tədbirləri həyata keçirdiyinə görə terror dövrü adlandırırlar. Çünki həkim gilyotin var idi. Onun tərəfindən xüsusi bir edam qurğusu hazırlanmışdı. Kimlər ki onlara qarşı çıxırdısa, onları edam eləyirdilər. Həmin vaxtı kim idi? Robespierre idi də, həmin onlarla tanınmışlar, o Yakobinçilərin başında duran. Yaxşı, gəlin görək Yakobinçilər nə işlər görürlər? Məsələn, İctimai Təhlükəsizlik Komitəsi yaradılır. Rəhbər də kim olur? Robespierre olmuşdu. Nə deyirlər? Deyirlər, bütün mükəlləfiyyətlər ləğv edildi. Artıq onu ləğv eləməkləri bir növ kəndlilərin, aşağı təbəqənin rəğbətini qazanırlar. Bundan başqa deyirlər ki, zəruri ərzaq məhsulları var ki, onların qiymətinə məhdudiyyət qoyulacaq. Yəni, istədiyiniz qiymətə sata bilməzsiniz. Və hamı üçün pulsuz ibtidai təhsil verilməsi haqqında bəli, qanun qəbul olunur, bəzi ali təhsil müəssisələri, mədəniyyət müəssisələri yaradılır və bundan başqa xarici düşmənlərdən özlərini xilas etməkdən ötürü 1793-cü ildə səfərbərlik haqqında fərman verilir. Və deyirik ki, hərbi mükəlləfiyyətlər prinsipi əsasında ordu qurulur. Müəyyən çoxlu yaxşı işlər görürlər, Fransa ərazisini xarici düşmənlərdən azad edirlər, lakin bunlar çox cəza tədbirləri görürlər, çox zorakı idilər. Bunlara qarşı çıxanları edam elədiklərinə görə burjuaziya ordu ilə birləşdi. 1794-cü ildə iyul və yaxud da Termidor çevrilişi nəticəsində Yakobin diktaturasını devrirlər. Robespierre və onun ətrafını da həmin o cəmaatı cəzalandırdıqları gilyotin qurğusunda bunların özünü də cəzalandırırlar. Ondan sonra qeyd eləmişik ki, direktoriya dövrü 1794-1799-cu illərdir. Bəli, artıq 1795-ci ildə Fransada yeni konstitusiya qəbul olunur. İcra hakimiyyətini kimə verirlər? Direktoriya, yəni Milli Məclis tərəfindən seçilmiş 5 nəfərdən ibarət bir şəxsə verirlər ki, siz idarə eləyəsiniz. Bunlar da yarıtmaz idi. Siyasi iqtisadi tədbirlər uğursuz olur, ölkəni problemlər bürüyür və ölkədə üzr istəyirəm, vəziyyət pisləşir. Həmin vaxtı deyirik 1799-cu ildir. Bunun haqqında biz geniş danışacağıq. Nə baş verdi? Bu direktoriyanı kim devirir? Napolyon gedir Misirdə məğlub olub qayıdır Osmanlılara və gəldi, çevriliş eləyir, direktoriya dövrünə son qoyur. Eyni zamanda Fransada hakimiyyəti ələ keçirir və Fransa inqilabı başa çatır 1799-cu ildə. Eyni zamanda bura yazmışıq ki, koalisiya müharibəsi, yəni 1792-1802-ci ildə olmuşdu. Yəni bu nədir? Müəyyən bir məqsədə çatmaqdan ötürü dövlətlərin yaratdığı birlik idi həmin koalisiya. Koalisiya nə idi? Bunlar məsələn yığışmışdılar, Fransaya qarşı mübarizə aparırdılar. Çünki Fransada inqilab baş vermişdi, axı vəziyyət dəyişmişdi. Vəziyyəti əvvəlki vəziyyətə qaytarmaqdan ötürü mübarizə aparırdılar. Dedik ki, 1791-ci ildə Avstriyadır, Prussiyadır. Bunlar monarxiya sistemini yenidən bərpa eləməkdən ötürü Fransaya müdaxilə eləməyə başlayırlar. Və 1792-ci ildə Fransa ilə Avstriya arasında başlanan müharibəni biz koalisiya müharibəsi adlandırırıq və sonradan hətta deyirik İspaniyadır, İngiltərədir, Hollandiyadır. Onlar da bu müharibələrə, koalisiya müharibəsinə qoşulur. İlk vaxtlar Fransa məğlub oldu. Çünki ordu müharibəyə hazır deyil idi, könüllülər pis silahlanmışdı və eyni zamanda yüksək rütbəli zabitlər də ölkədən qaçmışdı. Amma sonradan 12.000 könüllü orduya yazılır və bununla da deyirik ki, bunların ordusu güclənir. Hətta Fransa ordusu Reyn çayının bir hissəsidir, Hollandiyadır, bu əraziləri işğal eləyir. Eyni zamanda Prussiyadır, Hollandiyadır, İspaniyadır. Bunlar 1795-ci ildə Fransa ilə sülh müqaviləsi bağlayırlar. Və bu sülh müqaviləsi nə demək idi? Yəni Fransanın yeni rejimini bunlar rəsmən tanımaqları demək idi. Bundan başqa deyirik ki, məsələn, Misirə hücum elədi Napolyon, gedir Misirdə ağır məğlubiyyət uğradılır, geri qayıdır və eyni zamanda İngiltərə ilə də müharibələr aparır 1802-ci ildə. Burada biz qeyd eləmişik ki, 1802 müqavilə. Bəli, 1802-ci ildə Fransa ilə İngiltərə arasında müqavilə bağlanır. Nə idi müqavilənin şərtləri? Deyir ki, mən səni Fransa Respublikasını tanıyıram, eyni zamanda onun ələ keçirdiyi əraziləri də tanıyıram və Fransa da öz növbəsində Misirdən geri çəkilir. Koalisiya müharibəsinin nəticəsi necə olur? Fransa üçün uğurla nəticələnir. Avropada güc tarazlığı bəli, yenidən dəyişir və bundan başqa biz deyə bilərik ki,
vəziyyət başqa cür oldu. Eyni zamanda biz danışa bilərik burada 1804-1814-cü illərdə 1-ci imperiya dövründən bəli, artıq 1-ci Respublika süqutundan sonra 1804-cü ildə Napoleon Bonaparte 1-ci Napoleon adı ilə imperator elan edirlər və 1-ci imperiya dövrü başlayır. Yəni monarxiya təzədən bərpa oldu. 1804-cü ildə 1-ci imperiya dövründən danışacağıq sizdən. 1-ci imperiyanın daxili siyasəti. Bəli, Napoleon neyinir? Əsasən diktorluq rejimi yaradır. Yəni diktaturalıq rejimi yaradır. Və eyni zamanda yerli özünü idarə etmədə onları ləğv eləyir. Mərkəzləşmiş idarə etmə sistemi yaradır. Adlı məhkəmələr ləğv olunur. Neyinir? Bütün məhkəmə orqanları hökumətdən asılı hala salınır. Və bundan başqa eyni zamanda deyə bilərik ki, fəhlə ittifaqlarıdır, nə bilim, tətillərdir. Bunları qadağan elan eləyir. Və məsələn, başqa biz deyə bilərik ki, xüsusi mülkiyyət toxunulmaz elan olunur. Yəni, bu kimi işlər görür daxili siyasətində. Bizə əsas lazımdır 1-ci imperiyanın xarici siyasəti. Xarici siyasətindən danışsaq, bəli, deyir ki, artıq yeni müharibələrə başlayır. Məqsəd nə idi? Yeni ərazilər əldə eləmək idi. Bundan başqa Avropada, Yaxın Şərqdə, Afrikada, Adriatik dənizi ətrafında möhkəmlək idi və bütün dünyada aparıcı rola malik olmaq istəyirdi. Ona görə də neyini? Başlayır mübarizə aparmağa. Deyir ki, 1805-ci ildə Trafalgar dəniz döyüşü baş verdi. Həmin Trafalgar dəniz döyüşündə tərəflər kim idi? İngiltərə ilə Fransa arasında baş verir. Düzdür ki, həmin vaxtdakı İngiltərənin dəniz donanması güclü idi. Ona görə də fransızları məğlubiyyətə uğradır. Ondan sonra fikirləşir ki, Fransa, biz dənizlərdə İngiltərəyə qalib gələ bilməyəcəyik. Başqa cür mübarizə aparaq. Kontinental blokada və yaxud da qita blokadası nə idi? Bundan müttəfiq olan, bundan asılı olan dövlətlərə deyirdi ki, İngiltərə ilə ticarət əlaqələri aparmayın. Lakin Fransadakı olan mallar daha baha və daha keyfiyyətsiz olduğuna görə əlatdan yenə də bunun müttəfiqləri İngiltərə ilə ticarət əlaqələri aparırdı. Və eyni zamanda 1805-ci ildə Napoleon deyir, əsas zərbəni Avstriyaya vurdu, Viyananı tutdu. Eyni zamanda məhsul Austerlitz döyüşü baş verir 1805-ci ildə. Nə olur? Rusiya və Avstriya ordusunu deyir ki, ağır məğlubiyyətə uğratdı. Və hətta 1806-cı ildə müqəddəs Roma imperiyasını rəsmən süquta uğradır 1-ci Napoleon. Və 1806-cı ildə Prusiya ordusunu da məğlub eləyir, Berlini tutur və orada Prusiya ilə kontinental blokada haqqında dekret imzalayır. Yəni nə deməkdir bu? Mənim ittifaqımdasan və sən İngiltərə ilə ticarət əlaqələri saxlamayacaqsan. Düzdür, yenə dediyim kimi, qita blokadası effekt vermir və ona görə məcbur qalır, yenidən vəziyyəti dəyişir. Məsələn, 1807-ci ildə Rusiyanı məğlub eləyərək ondan Tilsit sülhü imzalayır. Tilsit sülhü nə idi? Rusiya Fransanın bütün işğallarını tanıyır və eyni zamanda İngiltərəyə qarşı bu qita blokadasına qoşulmuşdu. Və hətta deyir ki, sonradan amma yolun dəyişir, Ruslar verdikləri vədə əməl eləmirlər və nəhayətində 1812-ci ildə Borodina döyüşü baş verir. Həmin döyüşdə deyir ki, bunlar qalib gəlir, Moskvanı tutur, lakin hava soyuq idi, ərzaq çatışmazlığı var idi, vəziyyət pis idi. Bundan başqa Rusiya daxilində partizan döyüşü gedirdi. Ona görə də burada möhkəmlənə bilmir və geri qayıtmağa məcbur olur, yəni məğlub olur da. Rusiyada məğlub olub geri qayıdır. Və artıq fasiləsiz müharibələr deyir, iqtisadiyyatı zəiflətdi. Eyni zamanda Fransa ordusunun Rusiyadakı məğlubiyyəti onun nüfuzunu aşağı salır və 1-ci imperiyanın bu böhranı məsələsi sürətlənir. Və bu zaman deyir, Avropa dövlətləri 1-ci Napoleona qarşı yeni koalisiya yaradırlar və nəticədə 1813-cü ildə 1-ci Napoleon ordusu məğlub olur. 1814-cü ildə Parisi tuturlar. Napoleondan yenirlər. Hakimiyyətdən uzaqlaşdırıb sürgün eləyirlər. Bəli, deyirik ki, bununla da Burbonlar sülaləsinin hakimiyyəti bərpa edildi. Bura yazmışıq ki, Viyana Sülh Konqresi 1814-1815-ci ildə olmuşdu. Bəli, burada nə olur? Deyirik ki, Osmanlı çağırmırlar və digər dövlətlər orada iştirak edir. Konqresi çağırmaqda məqsəd nə idi? Yenidən artıq Napoleonu məğlubiyyətə uğradıbdılar. Dövlətlərarası münasibətləri qaydaya salmaq istəyirdilər. Və eyni zamanda bu müharibədən sonraki sərhədlərini müəyyən etmək idi məqsədi, həmin o Viyana Konqresinin çağırılması. Konqresdə aparıcı rolu hansı dövlətlər oynayırdı? Prusiya idi, Avstriya idi, İngiltərə idi və Rusiya idi. Qərarları nə olur? Deyirik ki, artıq Napoleonun əlindən geri qaytarılmış torpaqları yenirlər, monarxiyalar arasında bölürlər.
Yəni orada dövlətlər yaratmırlar da, monarxiyalar arasında bölürlər. Məsələn, Rusiyaya verirlər bir hissəni Avstriya, bir hissəni İngiltərəyə verirlər və hətta deyir Rusiyanın təşəbbüsü ilə müqəddəs ittifaq yaradıldı. Müqəddəs ittifaqı yaratmaqda məqsəd nə idi? Osmanlılara qarşı mübarizə aparmaq. Həmin müqəddəs ittifaqda əsas rol oynayan dövlətlər də oldu: Rusiya, Prusiya və Avstriya. Məsələn, Viyana Konqresinə əsasən müəyyən dövlətlər dedim ki, müəyyən ərazilər əldə edir. Məsələn, Rusiya Polşanın böyük bir hissəsini öz ərazisinə qatır. Bundan başqa İngiltərə Maltadır, Seylon adasıdır, Afrikanın cənubunda xeyli ərazilər əldə edir. Fransadakı inqilabdan əvvəlki sərhədləri bərpa edilir. Bəli. Sonra biz burada nədən danışmalıyıq? Burada yazmışıq ki, Vartello döyüşü. Bəli, artıq Napolyon əsirlikdən qaçandan sonra gəlir hakimiyyətini bərpa edir, lakin bilirlər axı Napolyon nə edəcək. Ona görə də elə 1815-ci ildə yenidən ittifaqda olanlar bunun üzərinə hücum edir. Vartello döyüşü baş verir. Həmin döyüşdə Napolyon yenidən məğlubiyyətə uğradılır və sürgün edilir. 1848-1849-cu ildə Fransada inqilabdan danışacağıq. Bəli, deyir ki, artıq 1847-ci ildə Fransada iqtisadi böhran başlamışdı. Fəhlələrin vəziyyəti pis idi. Yəni ölkədə vəziyyət yaxşı deyil idi. Ona görə də 1848-ci ildə Fransada inqilab başlayır və bunun nəticəsində Fransa yenidən respublika elan olunur. Yəni Fransada ikinci respublika dövrü başladı. 1848-1852-ci illərdə. Bəli. Həmin vaxt Bonapartlar sülaləsinin nümayəndəsi vardı, Louis Napoleon. Bəli, o qalib gələrək deyir ki, prezident seçilir və o da neyinirdi? Onun da fikri oydu ki, yenidən imperiya dövrünü bərpa eləsin. Və deyir 1852-ci ildə dövlət çevrilişi eləyir və 3-cü Napoleon adı ilə imperatoru elan olunur və Fransada ikinci imperiya dövrü qurulur. 1852-1870-ci illəri əhatə eləyən ikinci imperiya dövrü bərqərar olunur.